Salam əziz abituriyentlər və müəllimlər. Bu gün sizlərə leksikologiyadan frazoloji birləşmələrin testini izah edəcəm. Deməli, birinci sualda frazoloji birləşmələrdən biri hövsələdən çıxmaq ifadəsinin sinonimidir. Ümumiyyətlə, izahda da qeyd etmişdik ki, frazoloji birləşmənin sinonimi də, antonimi də elə frazoloji birləşmə olmalıdır. İlk öncə buna diqqət yetirmək lazımdır və frazoloji birləşmələr dildə hazır şəkildə olur. Ona görə frazoloji birləşmələri yadda saxlamaq, mənalarını anlamaq mütləqdir ki, frazoloji birləşmələrin testində də problem çəkməyəsiniz. Hövsələdən çıxmaq əsəbləşmək deməkdir və A variantında səbir kasası daşımaq, bu da əsəbləşmək mənasını ifadə edir. Ona görə cavabımız olur A variantı. B variantında ağız büzmək, biz nəyisə xoşlamadığımızda, bəyənmədiyimizdə ağız büzürük, yəni ağız büzmək xoşlamamaq, bəyənməmək deməkdir. Daha sonra C variantında dilə düşmək, adının insanlar tərəfindən danışılması, haqqında danışılmaq mənasını, yəni deyirik adı dildən dilə düşüb mənasını ifadə edir. Olmaz. Daha sonra D variantında dilə gəlmək, sükutu pozaraq danışmaq mənasını, dinlənmək mənasını ifadə edir. Məsələn, deyirik ki, insanlar artıq dilə gəlib, yəni məsələn, hər hansısa bir hadisələr baş verir, insanlar susur, artıq birdən başlayırlar həmin hadisə haqqında danışmağa, buna deyirik dilə gəlmək. Bu da olmaz. E variantında ürəyi yerindən çıxmaq, qorxmaq mənasını ifadə edir, olmaz. İkinci testdə cümlələrdən birinin xəbəri frazoloji birləşmə ilə ifadə olunur. A variantında uşaqlar sevincdən atılıb düşürdülər. Burada atılıb düşmək defislə yazılan mürəkkəb sözdür. A variantı olmaz, frazoloji birləşmə deyil. B variantında arzumuz ali məktəbə qəbul olunmaqdır. Baxın, ümumiyyətlə biz demişdik ki, ol, et, bil, qıl, aş bu köməkçi feillər qoşulduğu sözlə bir yerdə bir söz sayılır və frazoloji birləşməyi yaratmır. Ona görə B variantı da olmaz. C variantında qorxudan Asifin canına üşütmə düşdü. Canına üşütmə düşmək, bəli, bu frazoloji birləşmədir. Xəbəri Asifin sözündə bir yerdə götürəcəyik. Çünki Asifin canı bu üçüncü növ təyinli söz birləşməsidir. Canına üşütmə düşmək frazoloji birləşmədir. Nəticə itibarilə xəbərimizdə frazoloji birləşmədən istifadə olunubdur. Ona görə cavabımız olur C variantı. D variantında güclü yağış yağmağa başladı. Frazoloji birləşmə yoxdur. E variantında bu rəsm əsəri gənclik illərimi xatırlatdı. Yenə frazoloji birləşmə yoxdur. Məcazi mənalı sözlərlə çalışın ki, frazoloji birləşmələri qarışdırmayasınız. Biri var, hər hansısa birləşmə daxilində bir dənə sözünüz məcazi mənada işlənsin. Bu frazoloji birləşmə deyil. Ancaq bir neçə söz yığılıb bir məna ifadə edirsə, bəli, bu zaman frazoloji birləşmə deyəcəyik. Üçüncü testdə cümlələrdən birinin xəbəri yenə frazoloji birləşmə ilə ifadə olunub. A variantında uşaqlıq illərimin xatirələrini dostlarımla bölüşdüm. Frazoloji birləşmədən istifadə olunmuyor. Məqsədim ədəbiyyatçı olmaqdır. Yenə ol, et feilindən istifadə olunub. Frazoloji birləşmə deyil. C variantında oynayıb gülmək defislə yazılıb mürəkkəb sözdür deyil. Güclü külək gözlənilir. Burada gözlənilir xəbərinə gözlənilir küləyi. Necə külək, güclü külək? Hər bir ayrı-ayrılıqda sintaktik təhlil olunur və gözlənilir sözü bir dənə söz birləşmə yaratmaz, olmaz. Y variantında mən dostumu yola saldım. Bəli, yola salmaq, sağollaşmaq mənasında bu artıq frazoloji birləşmədir. Ona görə cavabımız olur Y variantı. Dördüncü testdə frazoloji birləşməni müəyyən edin. Baxın, elə biz etmək feillərini, olmaq feilini çıxdıqda cavabımız alınır. Bu köməkçi feillərdir. Qoşulduğu sözlə bir yerdə bircə dənə mürəkkəb söz sayılır. Bir dənə mürəkkəb feil sayılır. Ona görə bunları frazoloji birləşmə götürmək olmaz. Frazoloji birləşmə götürmək üçün ən azı 2 müstəqil söz olmalıdır. Çünki bu ümumiyyətlə nəinki frazoloji birləşmə, söz birləşməsinin bir qanunudur. 5-ci sualda dilotu yemək frazoloji birləşməsinin antonimi hansıdır? Dilotu yemək çox danışmaq deməkdir. A variantında dil tökmək, yalvarmaqdır. B variantında ağzına salıb oturmaq. Baxın, ağzına salıb oturmaq heç danışmamaq, susmaq deməkdir. Dilotu yeməkdə çox danışmaq, deməli bir-birinin əksini ifadə etdimi? Ona görə cavabımız olur B variantı. Dilə ağza düşmək, yenə kimlərsə tərəfindən haqqında danışılmaq, dilə gəlməyi də bayaqlarım qeyd etdik, susmamaq, danışmaq, dil boğaza qoymamaq, bu da çox danışmaq mənasını ifadə edir. Ona görə bu variantlarımız da olmaz. 6-cı testdə frazeoloji birləşmələrdən ibarət olan cərgəni müəyyən edin. A variantında həll etmək, yaxşı olmaq, tez et, ol feillərini gördük, çıxdıq.
B variantında məsələn yola getmək frazoloji birləşmədir, aman vermək birləşmədir, əldən düşmək birləşmədir. Üçü də birləşmə olduğu üçün cavab olur B. C variantında yenə etmək feili var, götürmərik. D variantında məsələn sahilə çıxmaq. Burada nə məcazilik var? Sahilə yeriyərək çıxa bilərik. Ona görə D variantı da olmaz. Y variantında qulaq asmaq, dinləmək mənasını ifadə edir. Məsələn, su gətirmək həqiqi mənadadır. Biz gedib su gətirə bilərik, ona görə olmaz. Cavabımız oldu B variantı. 7-ci sualda frazoloji birləşmələrdən biri omonim kimi işlənə bilər. Frazoloji birləşmənin omonimliyi dedikdə, yəni bir birləşmə iki məcazi mənada işlənə bilsin. Bu deməkdir. Bu cür frazoloji birləşmələrə də omonim frazoloji birləşmələr deyirdik. Ona görə burada cavabımız olur Y variantı. Üz vermək iki fərqli məcazi mənanı ifadə edir. Biri var, hər hansısa bədbəxt və yaxud da xoşbəxt bir hadisənin baş verməyi, deyirdik, bu hadisə üz verib. Yəni baş verib. Və yaxud da kiməsə üz vermək, yəni onu başına çıxarmaq mənasında. Ona görə cavab olur Y variantı. 8-ci testdə hansı cərgələrdə sinonim frazoloji birləşmələr verilmişdir? Bir də adı dildən dilə düşmək, elə adı ağızdan ağza gəzmək eyni mənanı ifadə edir. Doğrudur. Könlündən keçmə, ürək istəmək. Bəli, nəsə könlümüzdən keçirsə ürəyimiz istəyir, düzdür. Başa düşmək və baş çəkmək. Başa düşmək anlamaq deməkdir, baş çəkmək yoluxmaq deməkdir. Fərqli mənalardır, ona görə olmaz. 4-də özündən çıxmaq, hirsi başına vurmaq, hər ikisi əsəbləşmək deməkdir. Bu da doğrudur. Get-gələ salmaq, xəcalət çəkmək, yenə mənalarında yaxınlıq yoxdur. Deməli, bizim doğru cavabımız olur 1, 2 və 4. C variantı. 9-cu testdə frazoloji birləşməni müəyyən edin. A variantında gedə bilmək, bilmək köməkçi feildir, ona görə frazoloji birləşmə deyil. B variantında işdən gələ bilərik, məcazilik yoxdur. C variantında başdan çıxarmaq, kimisə başdan çıxarmaq, onu aldatmaq, şirinlikləşdirmək mənasını ifadə edir. Ona görə frazoloji birləşmədir, cavab olur C variantı. Sözün hikməti bu ümumiyyətlə üçüncü nöqtənin söz birləşməsi ismi birləşmədə olmaz. Y variantında ağacı kəsə bilərik, həqiqi mənada da olmaz. 10-cu testdə köksünü ötürmək, köks ötürmək ah çəkmək deməkdir. Bəzən deyirik, babam məsələn, tutaq ki, hansısa xatirədən danışanda köks ötürdü. Yəni dayandı bir, ah çəkdi, cavab olur A variantı. 11-ci testdə frazoloji sinonimlər olan cərgə, gözə gəlmək, başa gəlmək, fərqli mənalar ifadə edir, olmaz. Haldan düşmək, nəfəsi kəsilmək. Bəli, deyirik ki, yorulub haldan düşüb, nəfəsi kəsilib, doğrudur. Əldən düşmək, gözdən düşmək. Əldən düşmək, məsələn, yorulmaq mənasını ifadə edirsə, gözdən düşmək də insanlar tərəfində artıq inamını itirmək mənasını ifadə edir. Fərqli mənalardır, ona görə sinonimlik olmaz. Ürəyi düşmək, gözü düşmək yenə fərqli mənadır. Bel bağlamaq, boynundan atmaq müəyyən dərəcədə bir-birinin əksini bildirir, ona görə olmaz. 12-ci testdə ağız büzmək frazoloji birləşməsinin antonimini müəyyən edin. Ağız büzmək demişdik ki, xoşlamamaq, bəyənməmək mənasını ifadə edirsə, bunun əksi də nə olar? Xoşuna gəlmək, yəni bəyənmək, xoşlamaq. 13-cü testdə çaşıb qalmaq ifadəsi hansı frazoloji birləşməklə əvəz edilə bilər? Çaşıb qalanda deyirik ki, kələfin ucunu itirib, yəni eyni mənanı ifadə edir, cavab olur A variantı. 14-cü testdə hansında frazoloji sinonimlər verilmişdir? A variantında vəcdə gəlmək, şövqə gəlmək, bəli, cavabımız olur A variantı. 14-cü testdə hansında frazoloji sinonimlər verilmişdir? Vəcdə gəlmək, şövqə gəlmək, bəli, cavabımız A variantıdır. Hər ikisi də ilhamlanmaq mənasını ifadə edir. 15-ci testdə canını oda yaxmaq frazoloji birləşməsinin sinonimi canına yağ kimi yayılmaq, dərdən qabıqdan çıxmaq. Aha, cavabımız olur B variantı. Canını oda yaxmaq da çox işləməkdir, dərdən qabıqdan çıxmaq da çox işləməkdir. Ona görə cavab olur B. 16-cı testdə ağız açmaq frazoloji birləşməsinə hansı məna uyğun gəlir? Kiməsə ağız açmaq ondan xahiş etmək deməkdir. Ona görə cavab olur C. 17-ci testdə aman verməmək frazoloji birləşməsinin antonimi hansıdır? Aman verməmək, qan uddurmaq yaxın mənanı ifadə edir. Bunun da əksi nə olar? Bir insana aman vermirsənsə, əksi ona mərhəmət göstərmək olar. 18-ci testdə əldən düşmək frazoloji birləşməsinin sinonimi, əldən düşmək, yorulmaq, nəfəsi kəsilmək mənasını ifadə edir. 19-cu testdə qəlbinə dəymək frazoloji birləşməsinin antonimi, qəlbinə dəymək, incitmək, küstürmək mənasını ifadə edir. Bunun da əksi nə olar? Könlünü almaq.
20-ci testdə başından tüstü çıxmaq frazeoloji birləşməsinə hansı məna uyğun gəlir? Başından tüstü çıxmaq, yanıb yaxılmaq. Nəsə bir istəmədiyimiz bir hadisə olanda, kimsə istəmədiyimiz bir söz danışanda deyirsən, elə yanıb yaxıldı. Başından tüstü çıxdı. Elə yanıb yaxılmaq, başından tüstü çıxmaq eyni ifadədir. Sonra eyni mənanı ifadə edir. 21-ci testdə frazeoloji birləşmələrdən biri aldatmaq mənasına uyğun gəlir. Gözünə kül üfürmək elə aldatmaq deməkdir. Cavab olur A variantı. 22-ci testdə frazeoloji birləşmələrdən biri sevinmək mənasına uyğundur. Könlündən keçmək, dildən dilə düşmək, könülləri fəth etmək, qanad açıb uçmaq. Bəli, bunu yəqin ki, hamımız bilirik ki, sevinəndə işlədirik, qanad açıb uçdum. Ona görə cavab olur D. 23-cü testdə frazeoloji birləşmələrdən biri mürgüləmək mənasına uyğundur. Yəni, yuxulamaq, mürgüləmək. Bu da nə olar? Gözünün acısını almaq. 24-cü testdə frazeoloji birləşmələrdən birinin sinonimi düzgün verilməmişdir. Ürəyini qırmaq, ürəyi düşmək. Fərqli mənalardır. Ağzına su almaq, ağzını qıfıllamaq. Ağzına su almaq da danışmamaq deməkdir. Ağzını qıfıllamaq da danışmamaq deməkdir. Ona görə cavabımız olur B variantı. 24-cü sualda frazeoloji birləşmələrdən birinin sinonimi düzgün verilməmişdir. Ürəyini qırmaq, ürəyi düşmək. Ürəyini qırmaq, küstürmək deməkdir. Ancaq ürəyi düşmək, qorxmaq deməkdir. Fərqli mənaları ifadə edir. Ona görə cavabımız A variantıdır. Ağzına salmaq, ağzını qıfıllamaq hər ikisi də tanışmamaq deməkdir. Göz ayağının altını görməmək, göylə getmək, yekələmək, görələnmək deməkdir. Qılığına girmək, qəlbinə yol tapmaq, özünü sevdirmək deməkdir. Həmçinin mənfi mənada da işlənir qılığına girmək. Ancaq qəlbinə yol tapmaq müsbət mənada müəyyən dərəcədə işlədir, yəni çox. Y variantında dil ötmək, dilotu yemək, çox danışmaq deməkdir. 25-ci testdə frazeoloji birləşmələrdən birinin sinonimi düzgün verilmişdir. Qəlbinə yol tapmaq, ürəyini ələ almaq. İkisi də eyni mənanı ifadə edir. Biri filankəsin qəlbinə yol tapıb, özünü sevdirir və yaxud da ürəyini ələ alır. Eyni mənanı ifadə etdiyi üçün cavab olur A variantı. 26-cı testdə cümlələrin birində frazeoloji birləşmə işlənmişdir. A variantında o gözəl, girdəsifət bir qız idi. Burada frazeoloji birləşmə yoxdur. İsti yay günlərində hamı dəniz kənarına çıxır, yoxdur. Şuşadan Turşuya gedən yol çox mənzərəlidir, yenə yoxdur. Həmid qazancdan əlini üzmüşdü. Əlini üzmək, bəli, bu frazeoloji birləşmədir. Ona görə cavabımız olur D variantı. 27-ci sualda cümlələrin birində frazeoloji birləşmə işlənmişdir. Ehtiyatsızlıqdan çanta əlindən yerə düşdü. Düşə bilər, məcazlik yoxdur. Soyuqdan burnunun ucu göynürdü. Baxın, burnunun ucu göynəmək həm həqiqi, həm də məcazi düşünülə bilər. Əgər soyuqdan göynüyürsə, bu ola bilər. Soyuq olduqda burnumuz qızarır və göynüyür. Bu həqiqi mənadadır. Frazeoloji birləşmə deyil artıq burada. Amma desəm ki, bacımdan ötürü burnumun ucu göynüyür, bu artıq bacımdan ötürü darıxıram mənasını ifadə edir. O zaman bəli, frazeoloji birləşmə olardı. C variantında bu xəbəri eşidəndə Nəriman sanki cin atına mindi. Cin atına minmək, əsəbləşmək deməkdir. Frazeoloji birləşmədir. Cavab olur C variantı. D variantında təzə lüğətdən 3 yeni söz götürmək lazımdır. Frazeoloji birləşmə yoxdur. Qılıncı var, gücü ilə düşmənin başına endirdi. Başına endirmək yenə frazeoloji birləşmədən istifadə olunmayıb. 28-ci testdə hansı cümlədə frazeoloji birləşmə işlənmişdir? Uşağın oynatdığı top yola düşmüşdü. Topun yola düşməyi bu həqiqi mənadadır. Əgər qonaqlar yola düşürsə, bu məcazdır. Amma top yola düşürsə, bu artıq həqiqidir. Həyəcandan əlləri əsirdi, əsəblər həqiqidir, olmaz. Valideynlərinə tez-tez baş çəkirdi. Baş çəkmək, yoluxmaq mənasını ifadə edir. Ona görə cavabımız C variantıdır, frazeoloji birləşmədir. Əlindəkilərin hamısını onun başına vurmuşdu. Başına vurmaq, əgər başına qalxmaq mənasında işlənirsə, frazeoloji birləşmə olur. Məsələn, deyirsən ki, onun səhvlərini başına vururdu. Bu cür frazeoloji birləşmədir. Amma burada əşyanı başa vurmaqdan söhbət gedir. Bu həqiqi mənada da ola bilir. O bu sözdən sonra ləb əsəbləşdi, yenə birləşmə yoxdur. 29-da hansı frazeoloji birləşmənin qarşılığı doğrudur? Ağzına salıb batırmaq, yorulmaq yox, susmaq deməkdir. Canı boğazına yığılmaq, bəli, bezmək. Doğru cavabımız B variantıdır.
Cana doymaq, bu da yorulmaq, bezmək hər hansısa bir işdən və yaxud da kimsədən mənasını ifadə edir. Baş çəkmək, yoluxmaq mənasını ifadə edir. Gözünə kül vermək də aldatmaq mənasını ifadə edir. 30-cu sualda hansı frazeoloji birləşmənin qarşılığı doğrudur? Əldən düşmək, qırılmaq, xeyr, yorulmaq mənasındadır. Canı boğazına yığılmaq, yorulmaq yox, bezmək deməkdir. Gecəsini gündüzünə qatmaq, susmaq yox, çox işləmək deməkdir. Dilotu yemək, bəli, çox danışmaqdır. Cavab olur D variantı. Üzə durmaq, rastlaşmaq yox, dirəşmək mənasını ifadə edir. 31-ci testdə cümlələrdən birinin xəbəri frazeoloji birləşmə ilə ifadə edilməmişdir. A variantında gözdən itmək frazeoloji birləşmədir, olmaz. Usta Ramazan gözə dəymirdi, görünmürdü mənasında olmaz. Frazeoloji birləşmədir. Bu mahnılarda onun ürəyinin kədəri dilə gəlirdi. Dilə gəlmək, yəni səslənirdi mənasını ifadə edir burada. Frazeoloji birləşmə də olmaz. Qayığın gənc kapitanı hərdən ətrafa nəzər salırdı. Nəzər salmaq frazeoloji birləşmədir, olmaz. Polad dayaqlar üzərində körpülər qurulurdu. Körpü qurula bilər, burada heç bir məcazlıq yoxdur. Frazeoloji birləşmə olmaz. 32-ci testdə hansı cərgələr sinonim frazeoloji birləşmələrdən ibarətdir? Dəridən qabıqdan çıxmaq, gecəsini gündüzünə qatmaq, ikisi də çox işləmək deməkdir, doğrudur. Ağlına batmaq, tədbir tökmək, ağlına batmaq, yəni nə deməkdir? Hər hansısa bir fikir ağlımıza batdı, yəni uyğun oldu mənasında. Tədbir tökmək də hər hansısa bir iş haqqında tədbir tökmək, yəni bir nəticəyə gəlmək, bir plan qurmaq mənasını ifadə edir. Olmaz. Dilə gəlmək, başa gəlmək fərqli mənalarda olmaz. Əldən ayaqdan düşmək, nəfəs kəsmək, ikisi yorulmaq demək də olar. Ələ almaq, canına yayılmaq olmaz, fərqli mənalardır. Qulaq asmaq, ağzına salıb oturmaq fərqli mənalarda olmaz. Deməli, bizim cavabımız olur 1 və 4. 33-cü testdə hansı cümlələrdəki frazeoloji birləşmələr antonimlik təşkil edir? Yəni, iki cümlə daxilindəki frazeoloji birləşmələr bir-birinin əksidir. Bütün birləşmələri oxuyaq. Hasan Paşanın bu tədbiri Xodkarın xoşuna gəldi, yəni bəyəndi. Birdən-birə qopan gurultudan mələk dəhşətə gəldi, qorxdu. Taclı qəlbində doğan həyəcandan vəcdə gəldi, sevindi, ilhamlandı. 5000 qızılbaş hərəkətə gəldi. Yəni, ayağa qalxdı, üsyan başladı. Eldarın bu etinaslığı İbrahim xanın acığına gəldi, yəni bəyənmədi. Baxın, indi birdə deyir xoşuna gəldi, burada da deyir acığına gəldi. Deməli, bir-birinin əksini bildirir, cavab olur 1-5. Əsəbləşmək sözünün frazeoloji birləşmə ilə ifadə olunmuş sinonimləri hansı sıradadır? Ürəyi istəmək əsəbləşmək deyil. Cin atına minmək, özündən çıxmaq, zəncir çiynəmək, üçü də əsəbləşmək deməkdir. Cavab olur B variantı. 35-ci testdə frazeoloji birləşmələrlə bağlı səhv fikirdir. Tərkibindəki sözlər öz həqiqi mənalarını itirib mütləq məcazi mənada işlənir, doğrudur. Tərəfləri birlikdə bir leksik məna ifadə edir, bu da doğrudur. Tərəflərinə ayrı-ayrılıqda sual verilir, xeyr. Frazeoloji birləşmədə əsas aslı tərəf anlayışı yoxdur. Ona görə də tərəf yoxdur ümumiyyətlə. Biz deyə bilmərik ki, hansısa tərəfinə sual verilir. Cavab olur C. Bütövlükdə parçalanmadığı üçün bir cümləci olur, düzdür. Nitqdə xüsusi ifadəlik, məcazilik yaradır, bəli, fikri daha effektiv və emosional edir. 36-cı sualda frazeoloji birləşmələrlə bağlı səhv fikirdir. Nitqdə xüsusi məcazi ifadəlik yaradır, dedik, düzdür. Yalnız məcazi məna ifadə edir, bəli, düzdür. Baxın, indi bir şey izah edeyim sizə. Bəzən deyirik ki, bir frazeoloji birləşməni həm həqiqi, həm məcazi mənada düşünə bilirik. Xeyr, bu yanlışdır. Bəzi birləşmələri biz həm həqiqi, həm məcazi mənada düşünürük. Məsələn, tutaq ki, deyirəm, burnunun ucu göynəmək. Burnunun ucu göynəmək, biz deyə bilmərik ki, bu soyuqdan burnumuzun ucu göynürsə, bu frazeoloji birləşmə həqiqi mənada işlənir. Xeyr, o zaten ki, soyuqdan burnumuzun ucu göynürsə, bu artıq frazeoloji birləşmə olmayacaqdır. Bu artıq bu soyuqdan burnunun ucu göynəmək olacaqdır məzdər tərkibi, yəni feili birləşmə. Ona görə yalnız məcazi məna ifadə edir. Bu əsla həqiqi məna ifadə edə bilməz. Biz sadəcə bəzi birləşmələri həm həqiqi, həm məcazi düşünə bilirik ki, məcazi düşünəndə bəli, frazeoloji birləşmə olacaqdır. Həqiqi düşünəndə o artıq frazeoloji birləşmə olmaz. Tərkibindəki sözlər öz həqiqi mənalarını itirib məcazi mənada işlənir, doğrudur. Əsas aslı tərəfi olmur, bəli, doğrudur. Formaca dəyişmir, bu səhvdir. Baxın, məzmunca dəyişmir. Frazeoloji birləşmənin tərkibində biz söz əlavə edib və yaxud da söz çıxara bilmərik. Ancaq formaca asanlıqla dəyişə bilir. Məsələn, tutaq ki, ağzına su alıb oturmaq. Frazeoloji birləşmədir. Ağzına su alıb oturmuşdur. Asanlıqla dəyişə bilirik. Və yaxud, məsələn, tutaq ki, deyirəm,
Yola düşmək frazeoloji birləşmədir. Deyirik ki, gələn qonaqlar səhər tezdən yola düşmüşdü. Asanlıqla biz qrammatik şəkilçilər artıra bildik. Yəni formaca dəyişmək qrammatik şəkilçi qəbul etmək deməkdir. Asanlıqla qəbul edir. 37-ci sualda biri omonim frazeoloji birləşmə hesab oluna bilməz. Cavabımız olacaqdır dilotu yemək. Dilotu yemək bir mənada işlənir. O da çox danışmaq mənasında olmaz. B variantında can vermək. Can vermək biri var insanın son anlarını yaşamağı, ölmək mənasında. Bir də olar ki, məsələn, deyirik ki, yağışlar təbiətə can verir. Yəni, təbiəti dirildir, canlandırır. Deməli, bu omonimdir. C variantında başa vurmaq. Başa vurmaq biri var, məsələn, deyirəm, bu kitabı artıq başa vurmuşam. Yəni, sona qədər oxumuşam. Sonlandırmaq mənasında işlənir. Bir də başına vurmaq, yəni başa qalxmaq mənasında işlənir. Ürəyi yanmaq susamaq mənasında işlənir. Bir də kiməsə ürəyi yanmaq, ona yazılı gəlmək mənasında işlənir. Y variantında üz vermək, hər hansısa bir hadisənin üz vermək, yəni baş vermək. Bir də kimə söz vermək, yəni başına çıxarmaq mənasında işlənir. 38-də biri omonim frazeoloji birləşmə hesab oluna bilər. Cavabımız olacaqdır D variantı. Artıq izah etmirəm. Burada başa vurmağı izah etdik omonim. 39-cu testdə bir frazeoloji birləşmənin həm özü, həm də onun sinonimi və antonimi hansı sıradadır? Baxın, frazeoloji birləşmə olsun, sonra onun sinonimi olsun, sonra da antonimi olsun. Bu cür soruşur sizdə. İndi A variantında can almaq. Can almaq frazeoloji birləşməsinin, yəni ümumiyyətlə frazeoloji sinonim, antonimi yoxdur burada. Niyə? Çünki öldürmək, diriltmək bir dənə sözdür. Bir dənə söz frazeoloji birləşmə yaratmaz, olmaz. Sonra boğaza yığılmaq, təngə gəlmək, cana doymaq. Bunun üçü də bezmək mənasını ifadə edir. Bunun üçü də sinonimdir. Ona görə olmaz. Təngə gəlmək, cana doymaq. Təngə gəlməklə cana doymaq frazeoloji sinonimdir. Amma can verməyin bunlarla nə sinonimliyi, nə də antonimliyi yoxdur, olmaz. Baş sındırmaq, ölçüb biçmək, düşünüb daşınmaq bunlar da yenə olmaz. Çünki defislə yazılıb. Bunlar bir dənə mürəkkəb sözdülər. Y variantında cana doymaq. Bunun sinonimi boğaza yığılmaq. Boğaza yığılmışıqsa bunun da əksi nə olar? Ləzzət almaq olar. Ona görə cavabımız olur Y variantı. 40-cı testdə bir frazeoloji birləşmənin həm özü, həm də onun sinonimi, antonimi hansı sıradadır? Yenə söz vermək, vəd vermək. Bunlar sinonimdir, ancaq yola vermək heç bir əlaqəsi yoxdur nə sinonimi, nə antonimi. B variantında burnunu sallamaq, qaşqabağı yer süpürmək. Bəli, bunlar sinonimdir. Amma sevinmək bir dənə sözdür. Bu, frazeoloji birləşmənin sinonimi və yaxud da antonimi ola bilməz. C variantında çiçəyi çırtlamaq, kefi açılmaq. İkisi də bir-birinə sinonimdir, sevinmək deməkdir. Bunun əksi də nə olar? Qəm dəryasına batmaq, kədərlənmək. Deməli, cavabımız olur C variantı. Zəhləsi getmək, acığı gəlmək, bunlar sinonimdir, amma gözə gəlmək antonimliyi yoxdur, bunlarla olmaz. Cana gəlmək, can vermək fərqli mənaları ifadə edir. Ancaq dirilmək mənası hər ikisində də var. Məsələn, deyirik ki, təbiət cana gəlib, dirilib, yağışlar təbiətə can verib, dirildib. Müəyyən dərəcədə cüzi də olsa yaxınlıq var, amma yenə də sinonim olaraq götürməliyik. Yola düşməyin də bunlarla heç bir əlaqəsi yoxdur. 41-ci testdə frazeoloji birləşmələrlə bağlı səhv fikir müəyyən edin. Könlünə yatmaq və xoşuna gəlmək frazeoloji birləşmələri sinonimdir, bəli. Kimsə könlümüzə yatıb xoşumuza gəlib, bu doğrudur, olmaz. Duman çəkildi, yağış kəsdi ifadələri frazeoloji birləşmədir, xeyr. Cavabımız elə B-dir. Duman çəkildi, burada sadəcə olaraq çəkilmək feilinin məcazi mənada işlənməsi var. Yəni, yoxsa duman çəkildi adlı bir frazeoloji birləşmə olmaz. Yəni, duman çəkildidə söhbət nədən gedir? Dumandan söhbət gedir, düzdürmü? Frazeoloji birləşmənin tərkibindəki sözlərlə mənası arasında heç bir bağlılıq olmamalıdır. Ona görə cavab B. C variantında qəlbinə dəymək, könlünü almaq frazeoloji birləşmələri antonimdir. Doğrudur, bir-birinin əksidir. Dərdə düşmək yalnız sabit, yola düşmək həm sabit, həm sərbəst birləşmə kimi işlənə bilir. Bəli. Sabit birləşmələr frazeoloji birləşmələrə deyirik, sərbəst birləşmələr də feili birləşmələrə deyirik. İndi dərdə düşmək bu sadəcə olaraq frazeoloji birləşmədir. Yəni, sadəcə məcazi mənada işlənir, həqiqi mənada işlənə bilmir. Ancaq yola düşmək, top yola düşdü desəm, bu zaman feili birləşmədir, yəni sərbəst birləşmədir. Qonaqlar yola düşdü desəm, bu zaman məcazi mənadadır, sabit, yəni frazeoloji birləşmədir. Y variantında əl etmək, anadan olmaq ifadələri frazeoloji birləşmə deyil, bəli, çünki etmək və olmaq köməkçi feillərindən istifadə olunur. 42-ci testdə frazeoloji birləşmələrlə bağlı səhv fikri müəyyən edin.
Dərdə düşmək və çiçək çırtlamaq antonim frazeoloji birləşmələrdir. Bəli, kədərlənmək, sevinmək mənalarını ifadə edir. Könlünə toxunmaq, qəlbinə dəymək ikisi də eyni mənanı ifadə edir. Sinonimdir. Bu da doğrudur. Qaşqabağı yer süpürmək və bikef olmaq sinonim frazeoloji bir səhvi vardır. Çünki qaşqabağı yer süpürməklə bikef olmaq, bu sadəcə bikef olmaq bunun mənasıdır. Çünki bikef olmaqda olmaq kömək feylidir. Bu ikisi bir dənə söz sayılır. Amma bu frazeoloji birləşmədir. Tərkibində daha çox sözdən istifadə olunur. Ona görə cavabımız olur C. Anadan olmaq və doğmaq frazeoloji sinonim sayıla bilməz. Bəli, bu da bir sözdür. Burada da olmaq feili var. Bu da bir dənə mürəkkəb sözdür. Y variantında günəş doğdu və gün vaxtı ifadələri frazeoloji birləşmə deyil. Bəli, çünki məzmundakı, daxilindəki sözlərlə birbaşa bağlılığı var. 43-cü testdə bəndlərdən birində omonimliyi olan frazeoloji birləşmə işlənmişdir. Bəs sən niyə belə əl-ayağa düşmüsən? Əl-ayağa düşmək omonim deyil. B variantında işi başa vurub evə keçdi. Başa vurmaq, bəli, bu omonim frazeoloji birləşmədir. Dedik ki, biri var hər hansısa bir işi sonlandırmaq mənasında, bir də başına qalxmaq mənasında. Ona görə cavab B. Digərlərində artıq omonimliyi olan frazeoloji birləşmə yoxdur. 44-cü testdə sən ey şeirlərinlə xalqa can verən şair. Yəni xalqı ruhlandıran, canlandıran. Sən ey dünən kimsəsiz təkcə can verən şair, yəni ölən, son anlarını yaşayan. İndi deyir, işarələnmiş ifadələr haqqında fikirlərdən yanlış olanı hansıdır? İkinci misradakı can verən frazeoloji birləşməsinin antonimi dünyaya göz açandır. Bəli, burada son anlarını yaşayır. Bunun əksinə olar. Dünyaya göz açmaq. Bu doğrudur. Omonim frazeoloji birləşmələrdir. Bəli, can vermək hər ikisi fərqli mənada işlənib, omonimdir. Məcazi məna zaten frazeoloji birləşmə məcazi mənada olur. Birinci misradakının sinonimi dirildən sözdür. Heç biz ora baxmasaq, mənaya baxmasaq belə bu cavabı götürməliyik. Çünki frazeoloji birləşmənin sinonimi frazeoloji birləşmə olmalıydı. Amma dirildən bircə dənə sözdür, ona görə olmaz. Y variantında hər iki nümunədə tərəflər ilkin leksik mənalarını itirib, bəli, həqiqi mənalarını itirib, məcazi mənada işləyəm ki, biz frazeoloji birləşmə deyirik. 45-ci testdə can deyib can eşitmə ifadəsinin leksik mənası ilə bağlı səhvi müəyyən edin. Can deyib can eşitmək mehriban olmaqdır, doğrudur. Frazeoloji birləşmədir, doğrudur. Tərkibindəki sözlər məcazi məna daşıyır, doğrudur. Frazeoloji antonimi, yəni bunun əksi nə olar? Kölgəsini qılınclamaq olar, doğrudur. Xoşa gəlmə ifadəsi ilə sinonimdir. Can deyib can eşitməklə mehriban olmaq mənasındadır. Xoşa gəlmək də bəyənmək mənasındadır. Sinonim deyirlər. Ona görə cavabımız olur Y variantı. 46-cı testdə dəridən qabıqdan çıxmaq ifadəsinin leksik mənası ilə bağlı səhv. Dəridən qabıqdan çıxmaq çox çalışmaq, çox işləmək deməkdir, doğrudur. Frazeoloji birləşmədir, doğrudur. Sözlər məcazi mənada işləyir, doğrudur. Özündən çıxmaq ifadəsindən sinonim. Dəridən qabıqdan çıxmaq çox işləmək, özündən çıxmaqda əsəbləşmək deməkdir. Heç bir məna bağlılığı, yaxınlıq yoxdur, cavab olur D. Əlinə ağdan qaraya vurmamaq da antonimidir, bəli, çünki əlinə ağdan qaraya vurmamaq heç işləməmək deməkdir. 47-ci sualda hansı cümlələrdə omonimliyi olan sabit söz birləşməsi işlənir? Sabit söz birləşməsi bilir ki, frazeoloji birləşmənin digər adıdır. Deməli, birdə qılınclar, nizələr keçdi döşündən, cəllada can verdi, dilində vətən. Deməli, can vermək frazeoloji birləşməsini qeyd etmişdik. Biri var diriltmək mənasında, bir də son anlarını yaşamaq mənasında omonimdir. 2-də mən 2 gündür Novruz bəyə söz vermişəm, onlara qonaq gedəcəyəm. Söz vermək yenə omonim frazeoloji birləşmədir. Biri var kimisə səhnəyə dəvət edirsən, çıxış etsin, ona söz vermək, yəni danışmağa başlasın. Bir bu mənası var, bir də vəd vermək mənasında işlənir. 3-də al yaşıl geyinib durma qarşımda. Yayın bəd nəzərdən göz dəyər sənə. Göz dəyməyi omonim frazeoloji birləşmə deyil. 4-də Sarvan dəqiq cavab vermir, dilini sürüyürdü. Dilini sürmək yenə omonim deyil. 5-də üz vermə nadana, sir vermə pisə. Axır qəlbin ya incəyə, ya küsə. Üz vermək yenə omonimdir. Kiməsə üz vermək, onu başına çıxarmaq mənasında. Bir də hansı hadisənin üz vermək, yəni baş vermək mənasında. Deməli, cavabımız 1, 2, 5. 48-ci sual bir-birinin sinonimi olan frazeoloji birləşmələrdir. Cana doymaq, can almaq, can vermək, boğaza yığılmaq, can qoymaq, təngə gəlmək. Deməli, biz görürük ki, cana doymaq, boğaza yığılmaq, təngə gəlmək, üçü də bezmək mənasını ifadə edir. Ona görə cavabımız 1, 4, 6.
49-cu testdə bir-birinin sinonimi olan yenə frazoloji birləşmələr: cin atına minmək, zəncir çeynəmək, can qoymaq, boğaza yıxılmaq, boynundan atmaq, özündən çıxmaq. Deməli, cin atına minmək, zəncir çeynəmək və bir də özündən çıxmaq. Üçü də əsəbləşmək deməkdir. Deməli, cavabımız 1, 2, 6. 50-ci testdə hansı nümunələrdə frazoloji birləşmələr cümlənin baş hissləri yerində işlənir? Baş hisslər bildirir ki, mübtəda xəbərdir. Yəni, ya mübtədası, ya xəbəri frazoloji birləşmə ilə ifadə olunsun. Bir də gözünün acısını almaq onun adəti idi. Onun adəti idi xəbər nə? Gözünün acısını almaq. Bizim frazoloji birləşməmiz budur və nə sualına cavab verdi? Mübtəda mövqeyində çıxış etdi. Deməli, 1-i götürərik. 2-də o rəisin otağından çıxanda qaş-qabağı yer süpürürdü. Qaş-qabağı yer süpürmək frazoloji birləşmədir. Cümlənin sonunda gəlib, burada da olduğu xəbər. Ona görə 2-ni də götürərik. 3-də ağlım kəsməyən işləri etmərəm. Burada deməli cümləni sintaktik təhlil etsək, etmək feili müstəqil mənada işlənib burada. Ona görə etmərəm xəbər, nəyi etmərəm? İşləri, tamamlıq, hansı işləri, ağlım kəsməyən, burada təyin mövqeyində çıxış etdi, ona görə 3 olmaz. 4-də qatarın yola düşməsinə az qalmışdı xəbərdir və bu cümlədə ümumiyyətlə mübtəda yoxdur, xəbər də frazoloji birləşmə deyil, çıxırıq. 5-də özündən çıxmaq sənə yaraşmaz. Deməli, yaraşmaz. Nə yaraşmaz? Özündən çıxmaq. Frazoloji birləşmədir, mübtəda oldu. Deməli, cavabımız 1, 2 və 5. 51-ci sualda cümlələrdəki frazoloji birləşmələrin antonimlərinin ardıcıllığı. İncidəndə gərək könlünü almağı da bacarasan. Deməli, könlünü almaq frazoloji birləşməsinin biz əksi olaraq nə deyə bilərik? Könlünü almaq əksi olaraq xətrinə dəymək. Bunlara yiyə durmaq hər adamın işi deyil. Yiyə durmağın əksi nə olar? Boynundan atmaq. Daha sonra gələcək 2. İşin ağırlığını görən kimi yaxasını kənara çəkdi. Yaxasını kənara çəkmək. Əksi nə olar? Boynuna götürmək. 4. İşin həll olduğunu görəndə kefi duruldu. Kefi duruldu, əksi də olar, qanı qaraldı. 3, 2, 4, 1. 52-də gərək küskün olanın könlünü oxşayasan. Əksi olar, xətrinə deyəsən. İşin həllini kimsə boynuna almalıdır. Əksi nə olar, yaxasını kənara çəkmək. 2 olar. Oğlan hələ də ağzına salıb oturdu. Ağzına salıb oturmaq əksi dilotu yemək, çox danışmaq olar. Dostlarını görəndə kefi açıldı, əksi də qanı qaralmaq olar. 3, 2, 4, 1. Ümidvaram ki, sizlər üçün faydalı bir izah oldu. Videonu bəyənib rəy yazmağı unutmayın. Sağ olun, sağlıqla qalın.